Herkese salam dostlar. Bugün Səudi Ərəbistan olaraq Ərəb xilafətini qurmağın 3-cü bölümündəyik. Kanala like atmağı, abunə olmağı unutmayın. İndi isə keçək videoya. Dostlar, bildiyiniz kimi keçən bölüm biz ümumən işğal eləmişdik. İndi isə Çinlə İran müharibəsinə görə biz İrana hücum edirik, müharibə elan edirik. Yəni fürsətçilik mənasına gəlir. Əslində belə bir şey də yaxşıdır əslində ki, Çin oradan onu məğlub eləyir, biz də buradan. Biz Çinə nə qədər torpaq az versək, o bizim xeyli xeyrimizədir ki, işğalın qarşısını kəsirik. Bundan başqa ordumuz irəliləyir. Cənub bölgəsinin tərəfini hamısını tutmuşuq. Buradan 12 minlik ordunu da bölək və 105 minlik. Konkret buna görə də Çinlə də əlaqəmizi qura bilərik ki, müttəfiqlik yox, amma ki, dostluq əlaqələri qura bilərik. Bundan başqa məsələn, mən buradan Çinlə əlaqəm müsbət 40-a qədər yüksəldi. Bundan başqa Ərəb xilafətində mənim işğal eləyəcəyim İslami yayılışı, bir də ki, Abbasilər xəlifəsində əlbəttə ki, mən bu bütün Çinidir, İsrailidir işğal eləyəcəm. İndi düzdür, hələ ki ordumuz çox da yoxdur. Düzdür, İranda görürsünüz ki, çox da bir qabağa irəliləyiş olmur hələ ki bizdə. 10 min ordu çöldə nə gezir, mənə çatmır. 14 minlik ordunu hücum edirik, buradan bölə-bölə gedək. Plus Çinin qarşısını nə qədər çox kəssək, nə qədər ondan çox torpaq alsaq, o bizim xeyrimizədir. Burada bir xeyləm ordumuz itdi də düşdü. Mən bu tərəfə göndərim. Plus da ki, mən çox da bir ordu da gətirməmişdim bura. Yəni 34 minlik paytaxtda var idi. Plus digər tərəfdən də gətirdik ki, elə belə azdan çoxdan. Qərb tərəfdən də ki, bildiyiniz kimi nədir? Bir ölkə ki, limana çıxışı, dənizlərə çıxışı varsa, orada mütləq və mütləq liman olmalıdır. Burada da bir xeyli ekonomimiz də ki, elə bil ki, nə qədər olub? 139 minə kimi qaldırmışam ekonomini. Yəni, videodan əvvəl biraz ekonomi elədim. Düzdür, mən məsələn, ekonomi eləyəndə pul məsələn azalmalıdır da. Amma ki, hayda, bunlar da bunu işğal elədi. Amma ki, məndə petrola görə pula gəlir deyə, mən üçün daha da xeyir edir. İndi 8 minlik ordu dənizdən birbaşa çıxış eləsin bu tərəfə, 12 min də bu tərəfdən, 12 min də hamısı. Daha doğrusu bu ordu bura yox, bu hissəyə gəlsin, İranı sağa sola bərləmiş, bir də bu tərəfdən işğal edir. İndi İran hücum elədi, tutdu və bütün İranı aldıq, ha. İndi bax, Çin sülh bağlasın, əgər bir ordu, ərazi qalırsa əgər, biz işğal eləyək. İndi bu yayılacaq da, bu qarışqa kimi ətrafa yayılacaq hər tərəfə. Ondan sonra biz 12 minlik ordularda bölək belə-belə, 2 minlik ordu hamısını, bütün sərhədləri qabaqdakı ordulara göndərək ki, bunun biz əgər süqut elətdirdiksə əgər bu dövləti, yenə deyir, ikinci dəfə də məğlub ola bilər. Məsələn, tutduq füso, buradakı əyalətləri də aldıq. İndi biz 6.915 min oldu. İranı mən bütün torpağını ala bilirəm, yox. Onda ya belə edirik. Biz bu torpağı alaq, bundan başqa digər önəmli əyalətləri, Pakistanla əlaqəmiz var deyə oradakı əyalətlər qalsın. Belə baxanda ordu soğur. Mən Pakistanla əlaqələri gəlişdireyim. Əfqanlardan da. Çin, İranla yox, Çinlə əlaqələri qura, plus İranın vasalıdır. Mən İranı da müharibə ilə eləmişdim. Ev yox. Buradan da yenə də limanları inşa eləyək. Ümid edirəm ki, bu tərəflərdə limanları var, bu İran hökumətinin. Baxaq, 3 dənə də limanı yığdıq. İndi, ordunun ümumilikdə əsas hissəsini biz bu tərəfə gətirə bilərikmi?
2781. Nə qədər ordumuz varsa hamısını gətirək. İran səfərindən qalib şəkildə ayrıldıq və İranda öz hökmümüz qurulub. İndi əslində Çin hücum eləməsəydi, ümumiyyətlə müharibə eləməsəydi. Məsələn, Azərbaycanla Misir arasında müharibə var hal-hazırda. İndi göstərəcəm onu sizə. Misir mənə bayaq təklif elədi ki, gəl torpaq erişmək istər. Bundan heç nə elədim. Burada mənim ordumdur bu. Bu mənim ordum, burada nə işi var? Bunu da bu tərəfə verəyəm. Məsələn, burada Kakraz liman tiksək yaxşı olar ki, da bir də o qədər uzun yolu getməsin. Başqa mənim ordum arada var. Muskatda var 4000. Başqa da ki, heç yerdə, hə? Birbaşa sən də gəlsən paytaxta. Yəni, mükəmməl bir qalibiyyət oldu. Mən məsələn, İran haqqında düşünürdüm ki, necə məğlub edə bilərik. Amma ki, işğal elədik. Amma indi bizim sərhəddə bir xeyli dövlət var. Məsələn, acı Türkiyədir. Ondan sonra Azərbaycandır. Əsədə, Çinlərdən, İraqdan yenə də sərhədimiz var. O mükəmməldir. Çünki İraqdan dostluq əlaqələrimiz var. Mən əslində belə bir dənə güclü dövlət seçməliyim. Onunla bir yerdə bütün dövlətlərimə, o torpaq mənim nəyimə lazımdır. Məsələn, hal-hazırda bu torpaq. Əyalət olaraq oradan-buradan parçalana gidirik. Əlaqə gəlişdirək. Müharibə qutarıb deyəsən. Burada da Romaniya ilə hələ də Ermənistan müharibə elan edir. Bundan başqa yenə də mən əyalət istiqraratını plus assimilyasyon eləməliyim. Burada bunun 38 minlik ordusu var. Onun nətər olsun, getsin oradan. Tehran da əsas odur. Bizimdir, Qum şəhəridir, Kəşməndir. İranın önəmli coğrafi ərazilərini daha doğrusu tutmağımız mükəmməldir. Biz biraz gəlir olaraq azdır. Bu da bizim mənfiyə doğru aparır ki, assimilyasiyonları gecələyək. Amma ki, həzz o da pul yavaş-yavaş gəlir. İndi əvvəl bu petroldan gəlirdi pul. İndi onu da bilmirik niyə gəlmir. Sarı adasını da buradan. Xəzəryanı bölgələrdə assimilyasyon tamamlandı. Mərkəz bölgəsi qaldı. Azərbaycanla dostluq əlaqələrimiz saxlanır. Yəni, yaxşı ki, keçən bölüm, ya da o bir bölüm deyəsəm, bölümə başlamazdan əvvəl mən bir neçə dənə dövlətlə əlaqə qurmuşam ki, qoy digərləri də eləməsin. Mənim başqa müharibə olunacaq bir dövlət, məsələn, bu hissələri alınıb, İranla, Pakistanla əlaqələri gəlişdirir. Mənim ordum hal-hazırda paytaxtdadır, Всё. Yəni, mükəmməldir mən üçün. Biraz assimilyasyon qalıb, böyük hücmünə gətirən bir pulu birbaşa assimilyasyon edir. Sizdə məsələn, bu Çin torpağındakı əraziləri görürəm. İrana desəm ki, get sən müstəqilliyə qovuş, mən də sənin arxandan dəstəkləyərəm səni. İnanan olmaz. Çünki mən bu ölkəyə müharibə eləmişəm. Pilus'da ki, demişəm ki, belə-belə, yəni əlaqə olmaz, inanmazdı. Pilus Çinlə də aramız pozular. Başqa assimilyasyon eləyəcək bir ərazi qalıbmı? Bu hissələr. 149 əyalətdir, yəni Hörmüz torpaqları da bizimdir. Bu Yəmən 2 bölümdə qurtulur döyüşmədən. 24 minə qədər qaldırıb aparmışsın, biz 274 min. Məsələn, Çinin 749, Türkiyənin 280, 270. İran 20 minə düşür. İran məsələn, Çin Rusları da alıb hal-hazırda buradan. Yəni Rusları da qovub ölkədən deməli nəsə var da içində. Çin əyalətlərinə 618-dir. Bütün bölgə coğrafiyada bizdə bir də bizim yazıq dövlətə var. Sonra kanala like atmağı, abunə olmağı unutmayın. Gələn bölüm görüşmək üzrə. Sağ olun dostlar.